Gölün sahilində suyun güzgüsünə baxıram. Sanki zaman burada dayanıb, amma içimdəki o sızıltı hələ də axır, axır. Təbiət elə bir sükuta qərq olub ki, yarpağın pıçıltısı belə ruhumun fəryadı kimi gəlir mənə. Darıxmaq. Bu sadəcə kimisə gözləmək deyilmiş. Bu insanın öz yarısı ilə baş-başa qalıb, digər yarısının yoxluğunu hər hüceyrəsində hiss eləməsiymiş. Suya bir daş atıram. Halqalar böyüyür, böyüyür və sahilə çatıb yox olur. Mənim duyğularım da o halqalar kimidir. Sənə tərəf uzanır. Amma hər dəfə bu səssiz sahilə dəyib geri dönür. Ruhumla söhbət edirəm bugün. O mənə deyir ki, insan ən çox özündən qaçanda yorulur. Mənsə bu göl qırağında özümə yaxalanmışam. Tənhalıq burada ağır deyil. Əksinə o qədər şəffafdır ki, içimi görürəm. Sənsizlik bir boşluq deyil, əslində çox böyük bir doluluqdur. İçim sənli xatirələrlə, sənli düşüncələrlə dolub daşır, bəlkə də fəlsəfəmiz elə budur. Biz itirdiklərimizlə tamamlanırıq. Darıxdıqca böyüyürük. Səssiz qaldıqca özümüzü eşidirik. Göyüzü suya düşüb. Mənsə ikisinin arasında nə tam yerdəyəm, nə də göydə. Sadəcə sənli düşüncələrin tam ortasındayam.